Salam. Ədədi silsilə bölməsi səhifə 115-dən testləri izah edəcəm. Əvvəlcə mütləq bu bölməni testlərini işləməmişdən öncə düsturları əzbərləyin. Yəni baxıb işləməyin. Düsturları əzbərləyin, sonra testləri işləyin. Bax, birinci testə baxaq. Birinci testdə birinci həddi verib, silsilə fərqi D-ni verib və A5 istəyir. Buradan qeyd eləyək. Deməli, A5 istəyir bizdən. A5'i A1 üstəgəlsin 4 diye yazırım. O da bərabərdir. A1 15'dir. 15 üstəgəlsin D necə 4. 4'e vururam 4'e. 4'ü 4'e vursam 16. 16'nın üzərində 15 gəlsəm 31. Baxaq indi ikinci testə. İkinci testdə ədədi silsiləsinin fərqini tapın deyə. Yəni fərqi dediyimiz zaman söhbət nədən gedir? D-dən. Biz burada D-ni tapmalıyıq. Bu tip suallarda D-ni şifahi tapırsınız. Necə? 3'ün üstünə gəlsəm 5 eləyər, 2 gəlsin. 5'in üstünə gəlsəm 7 eləyər, 2 gəlsin. 2, 2 artıbdır. Deməli, silsilə fərqi D neçədir? 2. Baxaq 3-cü testdə. 3-cü testdə ədədi silsilə 3-cü həddi verib 56. Silsilə fərqi D-ni veribdir 9. Nəyə tapmalıyam? Birinci həddi. Baxaq, verilənlərə əsasən necə işləyə bilərik. Əlbəttə, həmişə 3-cü sual, həmişə nəzərinizdə olsun ki, böyük hədd birinci yazmalısınız. Yəni, A3 bərabərdir 56'dır, D də bərabərdir 9'dur. A1'i tapın deyir. A3 bərabərdir A1 üstəgəlsin 2D'dir. Yəni, biz bunu bu cür açırıq. 56 bərabərdir A1 üstəgəlsin 2D. D 9 olduğuna görə 2'ni 9'a vururam 18. Onda A1 də bərabərdir 56 çıx 18. 8 4'dən də 1 38. D variantı. Üçüncü sualda baxaq. Üçüncü suala baxaq. Deməli, üçüncü testdə, yox, dördüncü testdə baxaq. Dördüncü testdə birinci gələn həmişə A1'dir. A1 bərabərdir -5'e. Bir də deyirəm, mən bu tip suallarda D-ni düsturdan işləmirəm. Ardıcılıq verəndə. -5'in üstünə gəlsəm -8 eləyər, -3. -8'in üstünə gəlsəm -11 eləyər, -3. Ümumiyyətlə, D əgər mənfidirsə, bu azalan ədədi silsilədir. D-ni tapdıq ki, buradan -3'dür. 9'cu həddini tapın. 9'cu həddi A9'dur. O da bərabərdir A1 üstəgəlsin 8D. Hər zaman nəzərinizdə olsun ki, bunun indeksi ilə, A-nın indeksi ilə D-nin əmsalınca həmisəni bu 9'u verməlidir. İndi isə yerinə qoyaq, bərabərdir. -5 üstəgəl 8 vurulsun D. Yəni -3. -5'in üstünə -24'ü gəlsəm -29. Dördüncüdə. Beşinci də eyni qaydəni işləyirsiniz. -2'in üstünə gəlsəm -5 eləyər, -3. -3'in üstünə gəlsəm -5'in üstünə gəlsəm -8 eləyər, -3. Yəni -3 azala gedibdir. Ona görə burada 5-ci testdə birinci gələn A1 bərabərdir -2'dir. İkinci həddi yazmağımıza ehtiyac yox, çünki artıq silsilə fərqini bilirəm. D bərabərdir -3. Deyir ki, bizə 13-cü həddini tapın. Yəni A 13 bərabərdir A1 üstəgəl 12D. O da bərabərdir A1, yəni -2 üstəgəlsin 12 vurulsun. D nədir? -3. O da bərabərdir. -2 üstəgəl -36. O da bizə nəyi verir? -38'i verir. 5-cidə. 6-cıya baxaq. Ədədi silsilədə A3'ü verib, D-ni verib, bir də nə istəyir bizdən? A1 istəyir. 7-ci testdən. Deməli, A1 silim buranı.
7-ci testim. A1 bərabərdir 39-a. D bərabərdir -3-ə. 15-ci hədd A 15 bərabərdir. 15-ci həddi birinci həddə görə açıram. Yəni bu düsturumuz var. AN bərabərdir AM. Üstə gəl N çıxılsın M vurulsun D'dir. İndi burada 15-ci həddi istəyir. Birinci həddi bilirəm. Ona görə 15-i A1'ə görə açıram. A1 üstə gəl. 15-dən 1'i çıxıram. Nə qalır? 14. Yəni 14 D'yi. Və salam yerinə qoyub işləyirəm. O da bərabərdir. A1 39 üstə gəl. 14 vurulsun D. D neçədir bəs? -3'dür. -3. O da bərabərdir. 39 çıxılsın 42. Bu da bizə verir -3'ü. Sonra isə baxaq 8-ci testə. 8-ci testdə ədədi silsilənin birinci həddi 5'ə, 3-cü həddini verib bizə. Baxaq. 8-cidə. Ədədi silsilənin birinci həddi 5'ə. A1 bərabərdir 5'ə. 3-cü həddi 17'yə bərabərdir. A3 bərabərdir 17'yə. Bu silsilənin ikinci həddini tapın. A2 bərabərdir sual işarəsini. Fikir verirsiniz mi uşaqlar? A1, A2, A3 ardıcıl hədlərdir. Yəni indeks olaraq 1'dir. Üstə 1 gəlmişəm 2 olub. Üstə 1 gəlmişəm 3 olubdur. Yəni hər ikisi eyni uzaqlıqdadırlar. Ona görə də bu tip suallarda ortada duran, yəni A2 bərabərdir. Özündən eyni uzaqlıqda duranların cəminin yarısına bərabərdir. O da bərabərdir. Yəni 5 üstə gəl 17 böl 2. 5'in üstə 17 gəlsəm 22, 2'yə bölsəm 11. Belə düşünün. Belə bir düstur var. AN. Ondan K addım sağda. N üstə gəl K. K addım solda. N minus K. Yəni əgər ondan eyni uzaqlıqda bir vahid uzaqlıq ola bilər, 2 vahid, 5 vahid eyni uzaqlıqda yerləşirsə, yəni AN-ə nəzərən sağdakı da soldakı da eyni uzaqlıqda yerləşirsə, onda AN bərabərdir bu ikisinin cəminin yarısına. Yəni A N minus K üstə gəl A N plus K bölünsün 2'yə bərabərdir. Biz burada həmən misalda bu qaydanı tətbiq etdik 8-ci sualda. 9-cuya baxaq. A1'i verib, A2'ni verib, A4 istəyib. 9-cu test. A1 bərabərdir 2'yə. A2 bərabərdir 4'ə. 4-cü həddi tapın deyir. A4'ü tapın deyir. A4 bərabərdir sual işarəsi. Görürsünüz indi burada o qayda işə keçərli deyil. Niyə? Baxın izah edeyim. A1, A2, A3, A4 gələr. Yəni bizə verdikləri burada A1'dir, A2'dir, bir də A4'dür. Eyni uzaqlıqda olmadığına görə o keçərli deyil. Amma belə çox sadə suallarda şifahi işləyə bilərsiniz. Necə yəni şifahi işləyə bilərsiniz? Deməli bilirik də A1 gəlibdir 2. Yaxud da A1 gəlibdir 2. 2. Sonra gəlib 4. Sonrasını bilmirəm. 3-cü hədd sonrasını istəyir bizdən. Ədədi silsilədirsə, özü ədəd silsilə olduğunu qeyd edib. Deməli, eyni qədər artmalıdır. 4'ün üstə 2 gəlir. 2'nin üstə 2 gələndə 4 edir. Onda 4'ün üstə 2 gəlib tapıram. 3-cü həddi 6. 6'nın üstə 2 gəlib tapıram. 4-cü həddi 8. Belə sadə bir rəqəm versə heç düstura ehtiyacınız yoxdur. Şifahi işləyə bilərsiniz. Amma rəqəmlər böyük olun, çalışın ki, düsturla işləyəsiniz. Çünki texnik səhv edə bilərsiniz. Yenə 10-cu testdə bu qayda iləndir. Birinci hədd 3'dür, ikinci hədd 5'dir. Üçüncü həddi bilmirəm, dördüncü həddi bilmirəm.
Yine üste 2 gəlmişəm. Ədədi silsilədir. Yəni birinci eğer 2 vahid artırsa, digərləri də 2 vahid artmalıdır. 7. Bu da 2 vahid artacaq. Olacaq nə? 9. A bəndi. 11-ci testə baxaq. 11. A1'i verib bizə 2. D-ni verib bizə 3. 7-ci həddi deyir A7 bərabərdir. Burada n-ci hədd düsturuna görə, yəni bu düstura görə A-n bərabərdir. A1 üstə gəl n çıxılsın 1 vurulsun D düsturuna görə açırsınız. Düstura əzbərə bu test işləni bu suallar artıq şifa işləyəcəksiniz. A7 bərabərdir A1 üstə gəlinsin 6D'yə. Yerinə qoyuram. A1 nədir? 2 üstə gəl 6D. D özdə 3'dür də 6'ın 3'ə vururam 18. 2'nin 18 gəlsəm nə eləyər? 20. 11 testi cevap 20. Baxaq 12-ci testə. 12-ci testdə bizə nə deyir? Bu hissəni silim. 1-ci həddi verib, 8-ci həddi verib. İlk 8 həddinin cəmini istəyir. Bəli. 12-ci sual. Verilənləri qeyd edirəm. Tez ki, gözüm görsün. Bizə deyir ki, 8-ci həddin cəmini tapın. Yəni S8 tapın deyir. S8 SN düsturuna baxırıq. SN düsturu necədir? SN bərabərdir. A1 üstə gəlinsin AN bölünsün 2 vurulsun N'dir. Bu n-ci həddin cəmi düsturudur. Əgər 8-ci həddin cəmi, ilk 8 həddin cəmi deyirsə, burada 8 yazdımsa, sən burada bütün n'lərin yerinə qoyacaqsan 8. S8 bərabərdir. A1 üstə gəl A8 bölünsün 2 vurulsun 8 bərabərdir. Bu tip suallarda hər zaman bu 8 əslində surətə vurulur. Ona görə bu 2 ilə 8 ixtisar gedir 4 qalır. Yəni A1 mənfi 2 üstə gəl 19 vurulsun 4'dür. 17, 17'ni də 4'ə vururam. 68. Keçirəm 13-cü testə. 13-cü testdə bu qayda ilə işləyirik. 13. Deyir ki, A1 bərabərdir 2'ye. A6 bərabərdir mənfi 22'ye. İlk 6 həddinin cəmi S6 bərabərdir A1 üstə gəl A6 bölünsün 2 vurulsun 6'dır. 1, 3. Yerinə qoyuram. A1'in yerinə qoyuram 2 üstə gəl. A6'ın yerinə mənfi 22. Vur 3. 2'nin üstə mənfi 22 gəlsə mənfi 20 eləyir. Mənfi 20'ni də 3'ə vursam mənfi 60. 13. Baxaq indi 14-cüyə. 10-cu, 12-ci verib 11-ci həddi istəyir. Baxın. A10 bərabərdir 12 verib. A12 bərabərdir 16 verib. A11 bərabərdir sual işarəsi. Uşaqlar fikir verin, əslində ardıcıl hədlərdir. Əvvəlcə A10 gəlib, sonra A11 gəlib, sonra A12 gəlib. Ardıcıl olanda ortada duran bərabərdir. Yəni A11 bərabərdir. Bu ikisinin cəminin yarısını. Yəni A10 üstə gəl A12 bölü 2'ye bərabərdir. Yəni yerinə qiymətlərini yazırım. 12 üstə gəl 16 bölü 2. 28'i də 2'ye bölsəm 14. Neçənci test 14'də 14. 15-ci testə baxaq. Yine eyni misal üzərindən gedirik. Baxaq. 15. Yine A2'ni bizə veribdi 4. A2 yox da A12'ni veribdi 4. A14'ü veribdi 18. A13'ü tapın deyir. Bərabər sual işarəsi. Ardıcıl hədlərdir. A12 arxasınca A13 gələr. Arxasınca A14 gələr. Ortada duran hədd bərabərdir. A13 bərabərdir. A12 üstə gəl A14 bölünsün 2'ye bərabərdir. 4 üstə gəl 18 bölünsün 2'dir. 22'ni də 2'ye bölsəm 11. Baxaq indi 16-cıya.
A5 bərabərdir 12'ye. A25 bərabərdir 52'ye. Birinci həddini tapın deyir. Olan ədədi silsən birinci həddini tapın deyir. A1 bərabərdir sual işarəsinə. Burada necə düşünürsən? Deməli, bunların hər ikisinin indeksi A1-dən böyükdür. Tutaq ki, balacanı götürək. A5 nəyə bərabərdir? Bu A5'i bizdən istənilən A1 var ha. O A1'ə görə açıram. Necə olacağında A1 üstə gəlinsin 4D'yə bərabərdir. Mən indi A1'i, məsələn, mən bunu bilirəm, amma mən D'ni bilmirəm. Bu misallarda A1'i tapmaq üçün A5 ilə yanaşı, həm də D'ni bilməlisən. Ona görə D bərabərdir. Axı, D'nin düsturu bu deyildi. AN çıx, AM bölünsün, N çıxılsın, M'dir. Amma həmişə şərt var idi. N böyük olmalıdır M-dən. İndi yerinə qoyaq. A25'i bilirəm. A25 çıx, A5 bölünsün 25 çıxılsın 5. Məxrəcdə bizə verir 20'ni. A25'in yerinə 52 qoyuram. 5'in yerinə də 12 qoyuram. A5'in yerinə. Yuxarıda 40, aşağıda 20. 40'ı da 20'ye bölsəm 2. Deməli, silsilə fərqi D-ni tapdım 2. İndi buradan bir dənə ox qoyuram. Bura qaydıram. Bərabərdir qoyuram. Bura ox qoymuyorum. Ne üçün? Altdan yazaq. Çünki tənlik kimi işləyəcəm. A1 üstə gəl. Burada bu hissəyə diqqət edin. 4D'dir də. D-ni tapmışam. 2 tapmışamsa 4D. 4 vurulsun 2 bərabərdir A5'ə. A5 neçə idi bəs 12'ye. Bu hissədə verilənlər yerinə yazıram. A1 bərabərdir 12 çıxılsın 8'e. Yəni bərabərdir 4'ə. 16-cı testin cavabı 4'dür. Baxaq indi 17-ci. 17-ci testdə A4'ü verib A7'ni veribdi. Bizə nə istəyir? Silsilə fərqi D-ni istəyir. D bərabərdir. Düsturu budur. AN çıx AM bölünsün N minus M'dir. Yerinə tez qoyuram. Yəni A7'ni bilirəm. Bir də A4'ü bilirəm. Yuxarıda A7 çıxılsın A4. Aşağıda 7 çıxılsın 4'dür. 7'dən 4 çıxsam nə eləyir? 3. A7 yəni 18 tam onda 6 çıx. A4. A4 nədir bəs? 6 tam onda 3. O da bərabərdir. Bundan bunu çıxanda 3, 10, 2 tam onda 3 bölünsün 3'dür. O da bizə verir 4 tam onda 1'i. Vəssalam. 18-ci testdə yenə bizə nə istəyir? Silsilə fərqi D-ni istəyir. Yenə D bərabərdir. Hansı həddləri bilirəm? 9-cu bir də 5-ci həddləri. Həmişə indeksi, yəni A9 çıx A5. Həmişə indeksi böyük olan birinci yazar, yəni A9. Normalda 18-cidə. Məsələn, A5 13,1'dirsə, A9 7,4'dür. Gördüyün kimi azalan ədəd silsilədir. Həddin nömrəsi artdıqca qiymət azalıbdır. Amma silsilə fərqi D-ni tapanda həddin nömrəsinə fikir vermək lazımdır. İndeksi böyük olandan indeksi kiçik olanı çıxırıq. Aşağıda 9 çıxılsın 5'dir. 9'dan 5 çıxsam nə qalır? 4. Yuxarıda isə A9 çıxılsın A5'dir. Yəni 7 tam onda 9 çıxılsın A5. 13 tam onda 1'dir. O da bərabərdir. Bunlara çıxsam 2 virgül qoyuram. 12'dən də 7 çıxsam 5. Böl 4'dür. O nə deməkdir? 1 tam onda 3 deməkdir. Vəssalam. 19-cu testə baxaq. A15 çıx A6 bərabərdir 81'ə. Silsilə fərqini tapın deyir. D bərabərdir. D düstur necədir? Yuxarıda hədləri çıxırdım. Aşağıda indekslər çıxırdım. İndekslər çıxanda, yəni 15'dən 6 çıxanda 9 eləyir. Bunların hədlər fərqini isə özləri verib. Nə veribdir? 81. 81'i də 9'a bölsəm 9 eləyər.
20-ci testə baxaq. Yenə eyni qayda ilə. Sizdə fərqi, yəni bizə A13 çıx A4'ü verib. 72. Sizdə fərqi tapmalıyım, yəni D-ni tapmalıyım. D bərabərdir. Yuxarıda hədləri çıxırdım. Aşağıda indekslər çıxıram. O bizə verir 9'u. A13 çıx A4'ün yerine 72 yazırım. 72'ni 9'a bölsəm nə eləyər? 8. 21. Kök altında 2. 2 kök altında 2. Ədədi silsiləsinin 3-cü həddini tapın. İndi birinci hədd nədir? A1 bərabərdir kök altında 2. İkinci hədd nədir? 2 kök altında 2. Nəyi tapmalıyım? Üçüncü həddə A3 bərabər sual işarəsi. Bunu şifahi tapa bilərsən. Necə şifahi tapa bilərsən? Kök altında 2 birinci həddir. O birisi 2 kök altında 2. Görürsən ki, çoxalıbdır, artıbdır. Ədədi silsilədirsə müəyyən hədd qədər artıbdır. Yəni kök altında 2 üzərinə nə gəlsən 2 kök altında 2 eləyir. Əlbəttə kök altında 2 əlavə eləsən. Onda bunun da üzərinə kök altında 2 əlavə eləsən, bu olacaq 3 kök altında 2. Yəni belə şifahi tapmaq mümkündür. Amma həll isə necə həll eləyərdik? Baxaq. Belə həll eləyək. Ortaq ardıcıdırlar. Orta duran hədd A2 bərabərdir. A1 üstəgəlsin A3 bölünsün 2'dir. Yerine yazaq. A2'nin yerine 2 kök altında 2 bərabərdir. A1'in yerine kök altında 2 üstəgəlsin A3 böl 2'dir. Məxrəcə 1 qoyub çarpaz vurub işləyəcəm. Kök altında 2 üstəgəl A3 bərabərdir 4 kök altında 2'ye. A3 bərabərdir 4 kök altında 2'dən çıxıram kök altında 2'ni. O da bize verir 3 kök altında 2'ni. Vəssalam. Elbette bunun indeksi 1'dir da. Bu da 4'tür. 4'ten 1 çıxsam nə qalır? 3. Neçənci test idi? 21-ci testim. İndi isə baxaq 22'ye. Ədədi silsiləsinin 3-cü və 7-ci hədlərinin cəmini veriblər. A3 üstəgəl A17. 3-cü və 17-ci hədlərinin cəmi 20'ye bərabərdir. İlk 19 həddinin cəmini tapın deyir. S19 bərabərdir sual işarəsini. İndi bu tip sualların hamısında belə bir qayda var. Hansı qayda? Birinci, gəlin heç nə düşünmədən S19'u açaq. S19 bərabərdir. O düstur var idi. Sn bərabərdir. A1 üstəgəlsin AN bölünsün 2 vurulsun n. Bu düstura görə açıram. Yəni n'lərin yerine 19 qoyacağım. A1 üstəgəl A19 bölünsün 2 vurulsun 19'dur. Bu vurulsun 19 o pişi kəsər vurular. Bərabərdir. İndi bu test çox qısa və rahat gedir. Bunun üçün nəyi bilməlisiniz? Dedim, birinci dərsi öyrənin, sonra testi işləyin. Belə bir qayda var. M üstəgəl n bərabər olarsa L üstəgəl K-ya. Onda AM üstəgəlsin AN bərabərdir. AL üstəgəlsin AK-ya. Mahiyyəti nədir? Hədlər cəmi bərabərdirsə, indekslər cəmi də bərabərdir. Bu nə demək? Tutaq ki, 3 üstəgəl 17 20 demək deyil. 1 üstəgəl 19 da 20 deməkdir. Yəni normalda 3 üstəgəl 7 bərabərdir. 1 üstəgəl 9 yaza bilərəm, çünki ikisi də 19'dur. Ədədi silsilədə bu belə də mümkündür. A3 üstəgəlsin A17 bərabərdir. A1 üstəgəlsin A19'a. Yəni indekslər cəmi bərabərdirsə, hədlər cəmi də bərabərdir. Belə bir şey var. Ona görə bir dənə bərabərdir qoyuram və hesablamağa başlayıram. Kəsir xətti çəkirəm. Baxın indi bura. A1, A3 üstəgəlsin A17 20'ye bərabərdirsə, yəni A3 üstəgəl A17 elə A1 üstəgəlsin A19'a bərabər. Niyə? Çünki 3'ün üstə 7 gələndə 20 eləyir, 1'in üstə 19 gələndə 20 eləyir. Bu cəmi təsadüfən bizə 20 veriblər. Deməli, əgər bu cəm 20'dirsə,
Onda bu cəmdə 20'dir. Heç nəyə baxmadan onda burada mörtəzənin içinə nə qoyuram? 20 qoyuram. 20 vur bu 19 böl 2. İxtisar edirəm 1, 10. Onu da vursam 19'a 190. 22. 23'e geçelim. Yine eyni prinsiplə ikinci və 19-cu hədlərinin cəmi 10'dur. Yəni A2 üstə gəl A19 bərabərdir 10'a. Silsilənin ilk 20 həddinin cəmini, yəni məndən S20'ni istəyir. S20 bərabərdir A1 üstə gəl A20 bölünsün 2 vurulsun 20'dir. İndi gəlin baxaq. Qırmızılayıram bu hissəni. A2 üstə gəl A19. Normalde 2'nin son 9 gəlsəm 21 eləyir. Bax A1 üstə gəlinsin A20. 1'in üstə 20 gəlsəm 21 eləyir. Deməli, əgər bu cəm 10'a bərabərdirsə, onda bu da 10'a bərabərdir. 10 vurulsun 20 bölünsün 2. 200'ü də 2'ye bölsəm 100 eləyər. Yəni hər zaman yadda saxlayın. A2 üstə gəl A19 bərabərdir A1 üstə gəl A20'ye. Məsələn, A2 üstə gəl A19 tutaq. Cavabı 21 olan istədiyin şey yaza bilərsən. Məsələn, A10 üstə gəl A11'e də bərabər. Çünki 10'un üstə 11 gəlsəm 21 eləyir. 2'nin üstə 19 gəlsəm 21 eləyir. Məndə eninci həddin cəmində bunlardan çox istifadə olunur. Baxaq indi 24'e. A15 bərabərdir 5'e. İlk 29 həddinin cəmini. S29 bərabərdir sual işarəsine. İndi burada yine bayaqki prinsiplərdən istifadə olunacaq. Diqqətli ol. Yine S29'u A1'e görə açıram. A1 üstə gəl A29 bölünsün 2 vurulsun 29 bərabərdir. İndi nəyə qarşı diqqətli ol? Normalda 1'in üstünə 29 gələndə 30 eləyir. Təsadüf deyil burada bizə A15'i verməklər. Çünki A15 üstə gəlinsin A15 də sənə 30'u verəcək. Bu da 5 idi, bunu da 5 idi. 5 üstə gəl 5 10'dur. Yəni indekslər cəmi 30 olanların cavabları 10'dur. Ona görə A1 üstə gəlsə A29'un yerinə promo 10 yazıram. 10 vur 29 bölünsün 2. 1, 5. 29 da 5'e vursam 45, 4 yadda 145. Belə. İndi baxaq 26-cı testə. Yox, üzr istəyirəm 25-ci testə. 25. A6 bərabərdir 3. İlk 11 həddinin cəmi. İlk 11 həddinin cəmi S11'dir. Yenə A1'e görə açıram. A1 üstə gəl A11 böl 2 vur 11. Diqqət edirsiniz. Buradakı 1 ilə 11'in cəmi 12 eləyir. Sadəcə A6'nı veriblər. Ona görə də mən A6 3 olduğunu bilirəmsə, onda A6 üstə gəlinsin A6'da, yəni 3 üstə gəl 3'ün də 6 olduğunu bilirəm. Bayaqki qaydanı dedimsə ki, məsələn A1 üstə gəlinsin A11 bərabərdir A6 üstə gəl A6'ya. Niyə? Çünki indekslər cəmi 12'dir. Burada da indekslər cəmi 12'dir. Yəni əgər bunun cavabını 6 alırsa, deməli bunun cavabı 6 olacaq. Bərabərdir 6 vurulsun 11 bölünsün 2. 1, 3. 33. 25-ci sualda 33. Baxaq indi növbəti vərəqə. Deyir ki, hansı ardıcıllıq 26-cı testdə deyir ki, hansı ardıcıllıq ədədi silsilədir. Ədədi silsilədir müəyyən qədər artmalıdır, müəyyən qədər azalmalıdır. 5'in üstünə gəlsəm 8 eləyər 3. 8'in üstünə gəlsəm 13 eləyər 5. Eyni qədər artmadı. Deməli, bu nə ədədidir, nə də həndəsidir. Keçirəm indi məsələn.
Y bəndini. Y bəndində 3'ü 2'ye vuranda 6 eləyir. 6'nı da 3'e vuranda 18 eləyir. Özüm üçün yoxlayacağım. Həndəsdə deyil, eyni dəfə artmadı. Ki, ədədi olduğunu yoxlayaq. 3'ün üstə nə gəlsəm 6 eləyir, müsbət 3. Deməli, onda 6'nın da üstü 3 gəlməli. 6'nın üstü 3 gəlsəm nə deməli 9. Amma bura nə yazıblar? 18. Deməli, Y bəndə deyil. Kəsirləri özüm qəsdən axırı saxladım. İndi 12'də D bəndinə baxaq, daha rahat rəqəmi, çünki ortaq məxrəcdə. 12'də 1'in üstə nə gəlməliyəm ki, 12'də 7 eləsin. Təqrib edirəm ki, 12'də 1'in üzərinə 12'də 6'nı gəlməliyəm də bizi 12'də 7'ni versin. Deməli, bu 12'də 6 qədər artıbdır. Onda aldığım cavabı 12'də 7'nin də 12'də 6 qədər artırdığım gün digər alınır. 12'də 7 artırıram. Nə qədər artırırdıq? 12'də 6 qədər. O deyir 12'də 13. Bəli, onda cavab nədir? D variantı. Hamısı 12'də 6 qədər artır. Ona görə B bəndini, C bəndini özüm axıra saxlamışdım. Cavab alınması axırda işləyəsin, orta məxrəc tapıb. Yenə 27-ci testdə hansı ardıcıllıqlar ədədi silsilədir? Məsələn, Y bəndinə baxaq, üstə gəl 3, 6'nı verir, üstə gəl 4 də 10'u verir. Yəni, ədədi silsiləsi eyni qədər artmalı və ya azalmalıdır, olmadı. Deməli, Y bəndi deyil. Baxıram indi C bəndinə. 0.6'dan 0.3'ü çıxanda 0.3 eləyir. Deməli, burada da 0.3'dən yenə 0.3 çıxmalıydım. 0 olmalıydı, amma 0 deyil. Deməli, eyni qədər nə artmada, nə azalmada ədədi silsilə deyil. Baxaq indi A bəndinə. Bunun üzərinə gəlsəm 0.7 eləyir. 0.5 gəlsəm. Bunun üzərinə 0.5 gələn nə eləyir? 1.2 eləyir. Deməli, eyni qədər artdı. Deyirəm, eyni qədər azaldı bilər. Onda da ədədi silsilə olacaq. 27'də olur A bəndi. İndi baxaq 28-ci testdə. 28-ci testdə bizə nə deyir? Bizə deyir ki, A1 bərabərdir 15'e. D bərabərdir 4 olarsa A6'ını tap. A6'ını açıram, A1'ə görə açıram. Çünki A1'i bildiyimə görə A1'ə görə açıram. A1 üstə gəl. 6'dan da 1 çıxsam 5'dir. Bərabər. Yerinə qiymətlər yazıram. 15 üstə gəl 5'dir. 5 vurulsun 4. 15'in üstə 20 gəlsəm 35. Baxaq indi 29'a. 29-cu testdə nə deyir bizə? A6 bərabərdir -10'a. D bərabərdir -4'ə. Nə tapın deyir? A1'i tapın deyir. Onda yenə hansı indeksi böyükdür? A6. A6'nı A1'ə görə açıram. A1 üstə gəl 5'dir. Yerinə qoyuram. A6'nın yerinə -10 qoyuram. -10 bərabərdir. A1 üstə gəl 5D'yə. 5 vurulsun D nədir? -4'ə. A1 üstə gəl -20 bərabərdir -10'a. A1 bərabərdir -10 üstə gəl 20'yə. A1 də bərabərdir müsbət 10'a. D bəndi. 30-cu testə baxaq. Ardıcıllıqlardan hansı həndəsi silsilədir, ədədi silsilədir daha doğrusu. Bunları bir-bir qiymət qoyub işləyə bilərsiniz. Ədəd ardıcıllıq bu tip buna bənzər bir sual var idi. Amma bunu şifahi də gedə bilərsiniz. Burada gözü yumulu A bəndi deyil. Niyə A bəndi deyil? Çünki 5 bölünsün N'dir. N dəfə azalır. Əslində bu sonsuz azalan həndəsi silsilə kimidir. B bəndi ola bilməz. Çünki N kubudur. Yəni N'ə vura-vura gedir. Axı ədədi silsilədə eyni qədər artmalı, eyni qədər azalmalı ola bilməz. D bəndi həmçinin 3 üstü N'dir. Yəni 3 dəfə artacaq hər dəfə. Y bəndində N kvadratıdır. Yəni burada da N vur N var. Yəni ədədi ola bilməz. Ədədi olan C bəndidir. İndi C bəndindən şübhələnirsinizsə bir dəfə 1 qoyun, bir dəfə 2 qoyun. Elə gedində. A1 bərabərdir. 1 qoysam 2'ni 1'ə vuram. 2, 3 çıxıram -1 bölünsün 5'dir. İndi A2'ni tapaq. N'in yerini 2 qoyuram. 2'ni 2'ə vuram 4. 4'dən 3 çıxıram 1 bölünsün 5. Bir də A3'də tapaq. A3 bərabərdir. 2'ni 3'ə vururam 6. 6'dan da 3 çıxıram 3.
5'te 3. Bu ödədir. Hardan bildim ödə? Çünki 5'te 2 qədər artır. Bax, 5'te 1'in üstünə 5'te 2 gəlsəm, eləyəcək 5'te 3. Həmçinin mənfi 5'te 1'in üzərinə də 5'te 2 gələndə müsbət 5'te 1 eləyir. Yəni A1'in üzərinə 5'te 2 gələndə A2 eləyir. A2'nin üzərinə 5'te 2 gələndə A3 eləyir. Eyni qədər artdı. C bəndidir. Yəni burada o vurmaları çıxanda elə cavab qalır onsuz da. 31-ci testdə yenə D bəndə gedir 2 üstü n var. C bəndə gedir n kvadratı var. Y bəndə gedir n kubu var. D bəndində 3 bölünsün n'dir. Sonsuz azalan həm də tipdədir. Amma çıx ikisi var da. Burada qalır A bəndi. İndi A bəndən olub olmadığını şübhələnirsinizsə, bir dənə özümüz üçün neyini A bəndini yoxlayırıq. Necə yoxlayaq? AN bərabərdir nə? 31-ci testdə. AN bərabərdir 2, n bölünsün 2, çıxılsın 3'dür. 1 qoyuram. A1 bərabərdir 2'də 1, çıxılsın 3. Yəni 0,5 çıx 3. O da mənfi 2,5'e. A2 bərabərdir 2 böl 2 çıx 3. 1'dən də 3 çıxsa mənfi 2. A3 bərabərdir 2'də 3 çıx 3. Yəni 1,5 çıx 3. Mənfi 1,5. Bəli, ədədi silsilə. Niyə? Mənfi 2,5'i üzərinə nə gəlsə mənfi 2 eləyər. Müsbət 0,5. Mənfi 2'nin üzərinə də müsbət 0,5 gələndə mənfi 1,5 eləyir. Yəni 0,5 vahid artıbdır. Artdığına görə olur A bəndi. Yəni belə şifadə tapmaq mümkündür. Yeni başa düşəsizdir. Hər solu öyrətdim. İndi gəlin baxaq 32-ciyə. A50 bölünsün A20 bərabərdir mənfi 1'e. Deyir ki, sıfıra bərabər olan həddin nömrəsini tapın. Sıfıra bərabər olan həddin nömrəsi. Yəni, hər hansı bir həddi sıfıra bərabər olacaq. O nömrəni tapmalısın. Yəni, n neçə olacaq onu tapmalısın. Birinci, burada çarpaz vurub işləyək. Yəni, A50 bərabərdir mənfi A20'ye. Sonra hamısını bir tərəfə keçib sıfıra bərabərləşdirək. A50 üstə gəlinsin A20 bərabərdir sıfıra. Sonra bunları A1'e görə neyiniyirəm? A1'e yox, A20'ye görə açırım. A50'nin yerinə A20 üstə gəl 30D. Üstə gəl A20 bərabərdir sıfıra. A20'nin üstə A20 gəlsəm 2 dənə A20 deməkdir. Üstə gəl 30D bərabərdir 0. Burada əmsal nədir? 30. Burada əmsal nədir? 2. Onun üçün A20 üstə gəl. 2'nin çıxardısı mürtəzə xaricində də 15D bərabərdir 0'a. 0'ı 2'ye bölsəm nə eləyər? 0. Yəni A20 üstə gəl 15D bərabərdir 0. Bizdən elə testin başlığında 0'a bərabər olan həddin nömrəsi deyil. Buradan 20 ilə 15'i toplayanda elə həddin nömrəsini tapmış olursan. A35 bərabərdir 0. Demək 35-ci hədd 0'a bərabərdir. Eyni üsulu 33'də neyəsiyik? Tətbiq edəsiyik. 33. Bir saniye. Hı. 33'e baxaq. 33. Yine A80 bölünsün A20 bərabərdir mənfi 1'e. Məxrəcə 1 qoyub çarpaz vurub işləyirəm. Qaytarım dala. A80 bərabərdir. A80 bərabərdir mənfi A20'ye. Bir yana tərəfə keçib 0'a bərabərləşdirəcəm. Bir saniye.
33'te qalmışdıq da. İndi bir tərəfə keçib 0-a bərabərləşdirirəm. A80 üstə gəl A20 bərabərdir 0-a. A80'i A20'ye göre açıram. A20 üstə gəl 60D üstə gəl A20 bərabərdir 0-a. A20'nin üstə A20 gəlsəm 2 dənə A20 üstə gəl 60D bərabərdir 0-a. Bunun qarşısında 2 var, bunun qarşısında 60 var. Hər tərəfi 2'ye bölürəm. A20 üstə gəl 30D bərabərdir 0-a. İndi 20 ilə 30'u da toplayanda 50'dir. Deməli 50-ci həddi nəyə bərabərdir? 0-a bərabərdir 33-cü testdə. Baxaq indi 35-ciyə. 35'inde deyir ki, ədədi sistəsində A1'i verib D-ni verib ilk 13 həddinin cəmini tapın deyir. 35-ci testdə nə var? Əgər bizə ümumiyyətlə ilk 13 həddinin cəmini verdiği zaman, baxın bir də 35'in şərtinə, D-ni veribdirsə, A1'i veribdirsə, həmişə siz bu düsturdan istifadə etsin, bərabərdir. 2A1 üstə gəlsin N çıxılsın 1 vurulsun D bölünsün 2 vurulsun N. Biz aşağıdan yazın. S13 bərabərdir onda. 2A1 üstə gəlib ki, N'lərin yerinə qoyacağım 13. 13'dən 1 çıxırım 12. 12D bölünsün 2 vurulsun 13'dür. O da bərabərdir. 2'ni çıxardırım mürtəzə xaricini. A1 üstə gəl 6D böl 2 vur 13'dür. 2'lər getdi. Yerinə qiymətləri qoyaq, bərabərdir. A1 nəyə bərabər? Testin başlığında qeyd olunubdur 2'yə. 2 üstə gəl. D-ni neçə yazıblar? 3'də 1, yəni 6 vur 3'də 1. Bağla vur 13 bərabərdir. 3'ə bölürəm 1, 3'ə bölürəm 2. 2'nin üstü 2 gəlsəm 4, 4'ün üstü 13 gəlsəm, daha doğrusu 4'ü vursam 13'ə eləyir 42. Yox, 52. Keçək indi 35-ci testə. 35-ci testə 36-cı testə keçirik. 36-cı testə nə etmək lazımdır? A17'ni verib, A13'ü verib, A13 ilə A20 cəmini istəyir. Nəyə diqqət edilməliyik 36'dan? A17 bərabərdir 17'dir. A13 bir də üstə gəl A21'i tap deyir. Diqqət etirsəniz ən kiçiyi A13'dür, vergül. Sonra gəlir A17, vergül. Sonra gəlibdir A21. Yoxlayaq görün bunlar bir-birlərindən eyni uzaqlıqdadırmı? Deməli 13'ün üstünə nə gəlsəm 17 eləyər, 4 gəlsəm. İndeks 4 vahid artıbdır. 17'nin üstünə gəlsəm 21 eləyər. Bu da 4 vahid artıbdır. Deməli bu hədlər bir-birlərindən eyni uzaqlıqdadır. Bir də mərkəzdə durana baxın, 17'yə baxın. Bunun üzərinə 4 gələndə 21 eləyir, ondan 4 çıxanda 13 eləyir. Bu tip misallarda bayaq demişdim, ortada duran hədd bərabərdir. Özündən eyni uzaqlıqda yerləşənlərin cəminin yarısına bərabərdir. Çarpaz vurub işləsək, A13 üstə gəlinsin A21 bərabərdir. 2 vurulsun 17'dir. 2 vurulsun A17. A17 nədir? Bəs elə 17'dir. Ona görə də 2 vurulsun 17, o da bərabərdir 34'ə. 36-cı testdə. 37-ci testdə eyni bu cür gedəcək. Deməli 37-cidə rəngini dəyişim, qarandaşın. 37. Yenə A5 üstə gəl A27'ni verib 8 tam onda 4 verib. Bizə deyir ki, A16 neyini tapın deyir. A16. Deməli, diqqət edirsəm A5, sonra gəlir A16, sonra gəlir A27. Bu misalda bu 3 həddindən söhbət gedir. 5-ci yerdə duran 16-cı, bir də 27-ci. Diqqət edirəm 5'in üstünə 11 gələndə 16 edir. 16'nın üstünə 11 gələndə
27 ilə. Yəni A16 hər ikisindən eyni uzaqlıqdadır. Ona görə ortada duran 16-cı hədd bərabərdir. Özündən eyni uzaqlıqda duran A5 üstəgəl A27 bölü 2-yə bərabərdir. Testin əvvəlində bizə bunların cəmini veriblər. Yəni 8,4-ü bölürəm 2-yə. Nə edir? 4,2-dir. Y bəndi. 37-dən sonra keçək 38-ə. 38-in testə diqqət etirsiniz, yenə görərsiniz ki, burada bizə D-ni veriblər, A1-i istəyirlər, bir də S20-ni veriblər. Əgər D-ni veribdirsə, həmişə bayaq burada qeyd eləmişdim, əgər silmişəm. Onu həmişə D olan düstura görə açırsınız. 38. Yəni S20 bərabərdir 670'dir. D bərabərdir 3'dür. A1 də bərabərdir sual işarəsidir. İndi S20'ni açıram. S20 bərabərdir 2A1 üstəgəl n-1 idi, yəni 19D bölünsün 2 vurulsun 20. Düstura uyğun S20'ni açdım. Açandan sonra burada 2 ilə 20 ixtisar gedir 10. 2A1 üstəgəl 19D vur 10'dur. Mən deməli S20'ni sadələşdirdim və bunu aldım. İndi hansıları bilirəmsə yerinə yazıram. Birinci bu hissədən başlayacağım. 2A1. A1'i bilmirəm. 2 vurulsun A1. Üstəgəl 19D. 19 vurulsun D nədir? 3. Vurulsun 10 bərabərdir S20'ye. Yəni 670'e. 2A1 üstəgəl 57 bərabərdir. 670 10'a bölsəm 67. 2A1 bərabərdir 10'a. A1 də bərabərdir 5'e. A bəndir. Deməli, keçirəm indi 39-cu test. 39-cu testdə bizə silsilə fərqini, yəni D-ni istəyir bizdən tapmağımızı. Baxaq. 39. A1 bərabərdir 5'e. S20 bərabərdir 480'e. Silsilə fərqi D bərabərdir sual işarəsində. Yenə S var, D varsa həmişə biz onu ikinci düstura görə açasıyıq. Baxaq. S20 bərabərdir 2A1 üstəgəl n-1 vur D idi. Yəni 19D bölünsün 2 vurulsun 20'dir. İxtisar gedir 1, 10 qalır. Bu ümumi vurulacaq 10 buna. İndi yerinə yazıram. 2A1'dir. Yəni buradan başlayıb işləyirəm bu hissədən. 2 vurulsun A1 5. Üstəgəl 19D. Mürtəzənin içində. Vurulsun 10 bərabər S20 neçədir? 480'e. 10 üstəgəl 19D bərabərdir. 480 10'a bölsəm 48. 19D bərabərdir. 48'dən 10 çıxsam 38. D də bərabərdir 2'yə. 40-cı testə baxaq. A1'i verib, A7'ni verib, silsən -19'a bərabər olan həddin nömrəsini tap deyir. Bu nə demək istəyir bizə? Onu deyim sizə. 40-cı testdə. A1'i verib bizə 3. A7'ni bizə verib -9. -29'a bərabər olan həddin nömrəsini tap deyir. Yəni nəyə tapmalıyam? N tapmalıyam. İndi AN düsturunu açıram. A1'i bildiyimə görə A1'ə görə açıram. Yəni AN bərabərdir. A1 üstəgəl. N çıxılsın 1 vurulsun D düsturuydu. İndi buradan başlayıram yazmağa. A1 3 üstəgəl. N'i bilmirəm axı. N-1 vurulsun. Vurulsun nə var? D. Vurulsun D var. Gəl bir dənə bu qıraqdan D'ni tapın. D bərabərdir. Hansı iki dənəsini bilirəm? A1'i bilirəm, bir də A7'ni bilirəm. Onlar üzərindən gedəcəm. A7 çıx A1.
bölünsün 7 çıxılsın 1. 7'den 1 çıxsam 6. A7 mənfi 9 çıxılsın A1 3. Mənfi 12 bölünsün 6. Ne eder? Mənfi 2 eder. Vurulsun mənfi 2. Bərabərdir AN. Yəni mənfi 29'a. 3. Mənfi 2'ni n'e vur. Mənfi 2n. Mənfi 2'ni mənfiye vuran müsbət 2. Bərabərdir mənfi 29'a. Mənfi 2n bərabərdir. Mənfi 29 çıx 2 çıx 3. Mənfi 2n bərabərdir. Mənfi 34'e. N de bərabərdir müsbət 17'ye. 40 nedir? Müsbət 17. İndi gəlin baxaq 41-ci testdə. 41. A1 neye beraberdir? Mənfi 2'ye. A20 neye beraberdir? Mənfi 192'ye. Bu silsilənin mənfi 92'ye beraber olan həddin nömrəsi. Yəni AN beraberdir mənfi 92. N beraberdir sual işarəsini. İndi AN'i açacağım. AN'in açılışı neydi? A1 üstə gəlsin, n çıxılsın 1 vurulsun D. Bunlar AN'i bilirəm. Yerinə yaza bilərəm. A1'i bilirəm. N'i bilmirəm. Zaten n'i tapmalıyam. Bir dənə D'ni tapa bilərəm. Verməyib amma tapa bilərəm. Baxaq. D bərabərdir. Bizə hansı həddləri veriblər? 20'ni veriblər, bir də 1'i veriblər. Onlara uyğun işləyirəm. A20 çıx A1. Aşağıda 20 çıxılsın 1 bərabərdir. 20'den 1 çıxsam 19. A20 yəni mənfi 192 çıxılsın A1 yəni mənfi 2. Bağla bərabərdir. Mənfi 192 mənfi müsbət 2'ni verir. Böl 19. O da mənfi 190 böl 19. İxtisar getsə mənfi 10 qalacaq. Deməli D'nin yerinə yazacağım mənfi 10. D mənfi 10 oldu. Diqqətimdən yayınmaz. Vəssalam. İndi buradan başlayıram yazmağa. A1 yəni mənfi 2 üstə gəl. N minus 1 vurulsun. D'ni tapdım indicə mənfi 10. Bərabərdir AN yəni mənfi 92'ye. Mənfi 2 çıx 10 N. Üstə gəl 10 bərabərdir mənfi 92'ye. Mənfi 10 N bərabərdir. Mənfi 92 üstə gəl 2 çıx 10. Mənfi 10 N bərabərdir. Mənfi 90 o da mənfi 100'ü verir. N de bərabərdir 10. Qutardı getdi. İndi baxaq 42-ci testə. 42. 42'den S21'i veripti 105. Neye tap deyir? A11'i tap deyir. A11 beraber sual işarəsində. S21'i açıram əsas düstura görə. S21 beraberdir. A1 üstə gəl A21 bölünsün 2 vurulsun n'dir. Necə düşünəcəm indi burada? N dediğim zaman n'de 21 olduğunu bilirəm də. Ona göre bunun yerine 21 düşünəcəm. S21'in de yerine 105 yazacağım. Şimdi 2'den A1 üste gel A21 vur 21 beraberdir. Bu hisse neye beraberdir? S21'e. Buna yani. S21 nedir? 105. Sonra məxrəcə 1 koyup çarpaz vurup işləyirəm. A1 üste gel A21 vur 21 beraber. 2'ni 105'e vursam 210. A1 üste gelinsin A21 beraberdir. 210'u da 21'e bölsem 10 eləyər. Aha, indi uşaqlar biz A11'i tapasıyıq. Bunların hər birini A1'e göre aça bilərəm. A1 üstə gəl. A21'i de A1'e göre açsam A1 üstə gəlinsin 20 diye yazaram. Beraberdir 11'e. A1 A1 2 A1 üstə gəlinsin 20 D beraberdir 10'a.
Hər birini üçündə 2'ye bölürəm. A1 üstə gəlinsin 10D bərabərdir 5'e. Hamısını 2'ye böldüm. Gəlin baxaq. Birinci A1 bir də 10. Birdən 10 toplasam ne eləyir? 11. Yəni 11-ci hədd nəyə bərabərdir? 5'e. Vəssalam. 42'də. Keçirəm indi 43'e. 43. Bize S'ni veribdi və bizdən nə istəyir? A7'ni verir. Ədədi ardıcıllıqda istifadə olunan düsturdur. Sn bərabərdir 2n n-1. Bunu veribdi. A7'ni istəyir. Yanınıza gəlsin. A7 nəyə bərabərdir? S7 çıx S6'ya. Bir dəfə buradakı n'in yerine 7 koyacağım. Bir dəfə də 6 koyacağım. S7 bərabərdir 2 vur 7. Aç mürtəzə 7 çıxılsın 1. 2'ni 7'ye vursam 14. 7'den de 1 çıksam 6. O da 84. Şimdi S6'ını tapaq. 2 vur 6 aç mürtəzə 6 çıxılsın 1. O da bərabərdir 12 vurulsun 5. 60. Onda A7 nəyə bərabər idi? S7 çıx S6'ya. Yəni 84 çıx 60. Bu bize ne verecek? 24'ü. Eyni misal gəlir 44'də. 44-cü testdən Sn bərabərdir 8n kvadrat çıx 3n'dir. 5-ci həddini tapın deyir. Yenə bayaqki misallardandır. A5 nəyə bərabərdir? S5 çıxılsın S4'ə. Deməli n'lərin yerine qoyuram. N'lərin yerine 5 koyuram. Sonunda 4 koyacağım. Yəni S5 bərabərdir 8 vurulsun 5'in kvadratı çıx 3 vurulsun 5 bərabərdir. 5'in kvadratı 25'dir. Bura olur 25 vur 8 minus 3'ü 5'e vursam 15. O da bərabər 0 4 yazdı 16 20. 0 4 yazdı 16 20. 200. 200'den de 15 çıksın 5. 285. 44. testte olacak. Yok. 44. testte biz taptık S5'i. Sonra tapalım S4'ü. Yani n'lerin yerine burada ne yazacağım? 4. 8 vurulsun 4'ün kvadratı çıxılsın 3 vurulsun 4 bərabərdir. 4'ün kvadratı 32'dir. 8 vur Allah'ım. 4'ün kvadratı 16'dır. 8 vurulsun 16. Çıx 12. 8 16'ya vursam 48 4 yadda 8 12. Çıx 12. O da bərabər 6 1 1 116. Onda A5 nəyə bərabərdir? S5 çıx S4'dən. Yəni 285 çıx S4 116 9 7'den de 6 1 1 169 69 yok 69 olubdu. Harda səhv elədik? Dəqiqə 8 4 yadda. Sadə sualda harca texnik səhv edibdim. 169 yəqin ki 69 olacaq. Bir də misal, bax ki misal düz köçürmüşüm 8n kvadrat çıxılsın 3n'dir. A5 bərabərdir S5 çıxılsın S4'də. 5-ci hədd tap deyir, düzdürmü? N'in yerine 5 koyayım. 8 vur 5'in kvadrat çıxılsın 3 vurulsun 5. 25 25'i nəyə vururam? 8'e. Bu dediği 200. Ayda. Bu bize neyi verir? 200. 200'den 15 çıkanda 185 edir. 185'ten de 116 çıkanda iyice 69. 44. 45. testə bax texnik səhv eləmişəm. 45. testə baxaq. 45. 9.
Bir dənə pozanın ardın bu hissələri. 45. S9 bərabərdir 72. A5 bərabər sual işarəsinə. Yenə mən S9'u açıram. A1 üstəgənlisin A8, A9 daha doğrusu. Bölünsün 2. S9 bərabərdir. Vurulsun N'dir. N'də yerinə həddin nömrəsini bilirəm. 9'u vuracağım. Və salam 2'dən A1 üstəgənlisin A9 vurulsun 9 bərabərdir. S9'da yəni 72. A1 üstəgənlisin A9 vur 9 bərabərdir 144'e. A1 üstəgənlisin A9 bərabərdir 144 9'a bölürəm 1 dəfə. 54'ün içində 9 6 dəfə. 16. İndi biz A9'u da A1'e göre açım. A5 tapmaq üçün A1 üstəgəl. A9 açıram. A1 üstəgənlisin 8'dir. Bərabərdir 16'ya. A1 A1 2A1 üstəgəl 8'dir. Bərabərdir 16'ya. Hamısını 2'ye bölürəm. A1 üstəgəl 4'dir. Bərabərdir 8'e. Bizim elə A5'i istəyirdi. A1'in üstə 4 gələndə A5'i verəcək. A5 neye bərabərdir? 8'e. 45. testdə. İndi gəlin baxaq 46'ya. S21 bərabərdir 42'ye. A11 bərabər sual işarəsinə. Biz indi burada yine S21'i açırıq. A1 üstəgəni S21 bərabərdir. A1 üstəgənlisin A21 bölünsün 2 vurulsun 21'dir. Bu 42'ye bərabər. Mən bu ifadəni 42'ye bərabərləşdirirəm. A1 üstəgənlisin A21 bölünsün 2 vurulsun 21 bərabərdir 42'ye. Məxrəcə 1 qoyub çarpaz vurub işləyəcəm. A1 üstəgəl A21 vur 21 bərabərdir. 42'ni 2'ye vursam 84'e. Onda A1 üstəgənlisin A21 bərabərdir. 84'ü 21'e bölsəm 4. Yine bize A11 istəyir. A11 tapmaq üçün də A1 üstəgəl. A21'i A1'e göre açıram. A1 üstəgənlisin 20'dir. Bərabərdir 4'e. A1'in üstə A1'e gəlsəm 2A1 üstəgəl 20'dir. Bərabər 4'e. Hər dəfə 2'ye bölürəm. A1 üstəgənlisin 10'dir. Bərabərdir 2'ye. A1'in üstə 10'dəyə gəlsəm bu da 11-ci hədd deməkdir. 11-ci hədd nəyə bərabərdir? 2'ye. 46'da. Yine baxırıq 47. 47'nin də bir neçə üsulla işləyə bilərsən. Ən yaxşısı, yəni özünə hansı rahat gəlirsə ondan işlə. Neçəyə keçirildi? 47'ye. Mən 47'ni belə eləyəcəm. Necə? A3 üstəgənlisin A4 üstəgənlisin A5 bərabərdir 18'e. 4-cü həddi tapın deyir. Mən əslində yenə A4 bərabərdir A3 üstəgəl A5 bölü 2 üstünü işləyə bilərəm. Amma mən bunları hamısını A1'e göre açacağım. A1 üstəgənlisin 2'dir. A1 üstəgənlisin 3'dir. A5'in de yerine A1 üstəgənlisin 4 diye yazdım. Bərabərdir 18'e. A1 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 3 A1 üstəgəl 5 o da 4 9'dir. Bərabərdir 18. Hamısını 3'e bölürəm. A1 üstəgəl 3'dir. Bərabərdir 6'ya. Bu neçənci hədd deməkdir? 1'in üstə 3 gəzim 4-cü hədd deməkdir. A4 6'ya bərabər imiş. Deməli bizə nə A4'ü istəyirlər. Ümumiyyətlə bu tip sualların qoyuluşlarında adətən bu tip misal A1'e göre açanda elə səndən istəniləni. Məsələn A4'ü istəmir. Gördünüz biz açdıq axırı ilə A4'ü tapdıq. İndi isə gəlin baxaq 48'e. 48-ci testdə də belə bir misaldır. 48. S17 bərabərdir 34'e. Və məndən nəyi tapmağımı istəyir?
Mənə deyir ki, A4 üstəgəlsin A10 üstəgəlsin A13. Əslində bunların hamısını biz nə edə bilərik? A1-ə görə aça bilərik. Hamısını A1-ə görə aça bilərik. Birinci S17-ni, məsələn, bunu tapası deyilik. Yəni, birinci bunlar A1-ə görə açaq. A1 üstəgəl 3D deməkdir. A10 isə A1 üstəgəlsin 9D deməkdir. A13 isə A1 üstəgəlsin 12D deməkdir. O da bərabərdir. Sadələşdirsəm A1, A1, A1. 3, A1 üstəgəl. 3D, 9D, 12D, 12'nin 12, 24D. Buradan 3'ü çıxartsam mürtəzə xaricinə A1 üstəgəl 8D. Deməli, biz bunu tapasıyıq. Bunu sadələşdirəndə səbirli olun. Həmişə bilin ki, S17-ni açanda mütləq oradakini almalısınız. S17-ni açıq A1, yəni S17 bərabərdir. A1 üstəgəlsin A17 bölünsün 2 vurulsun 17'yədir. İndi yerinə qoyaq. A1 üstəgəlsin A17 vur 17 böl 2 bərabərdir. Nəyə bərabər idi? 34'ə. Məxrəzinə 1 qoyub çarpaz vurub işləyirəm. A1 üstəgəl A17 vurulsun 17 bərabərdir. 34'ü 2'ye vursam 68'e. A1 üstəgəlsin A17 bərabərdir. 68'i 17'ye bölsəm 4 edəcək. 4. Aha. İndi biz bu misalda A17'ni A1'ə görə açırıq. A1 üstəgəl. A17'nin yerinə A1 üstəgəl 16D yazırım. Bərabər 4'ə. A1, 2 A1 üstəgəl 16D bərabər 4'ə. Hamısını 2'ye bölürəm. A1 üstəgəlsin 8D bərabərdir 2'ye. Hamısını 2'ye böldüm. Və salam. Onu aparıram bura. Oxu işarəsini görürsünüzmü? Bizə bunu tapın deyirdi. Mən burada mürtəzənin içində almışam ki, A1 üstəgəl 8'dir. Demə onun yerinə qoyacağım 2. O da bərabərdir. 3 vurulsun 2 cavab eləyəcək bizə 6. Neçənci idi bu? 48-ci idi. Baxaq indi 49'a. Nə deyir 49'da? Ədədi silsilədə A4'ü verib A7'ni verib deyir ki, onun ilk 10 həddinin cəmini tapın deyir. 49. A4 bərabərdir 12'ye. A7 bərabərdir 18'e. İlk 10 həddinin cəmini tapın deyir. Yəni mən nəyə tapasıyam? S10'u tapasıyam. S10 bərabərdir. A1 üstəgəlsin 19D bölünsün 2 vurulsun 10'dur. Yox. Burada səhvlik elədim. Böyle bir şey yoxdur. Biz nəyə tapasıyıq? İlk 10 həddinin cəmini. S10 bərabərdir. A1 üstəgəl A10 bölünsün 2 vurulsun 10'dur. Deməli, mən bunu tapasıyam. Burada 2 ilə 10 ixtisar gedir 5. Yəni A1 üstəgəlsin A10 vurulsun 5. Bunu tapmalıyam. İndi mən nə edirəm? Burada verilənlərə görə A4'ə, A7'yə görə A1'i və A10'u tapmağı uzun olacaq. Bir dənə diqqət yetirək nəyə? A4 üstəgəlsin A7. İndekslər cəmi 4'ün isə 7 gəlsəm 11 eləyir. Mən onun yerinə asanlıqla A1 üstəgəlsin A10 yaza bilərəm. Çünki 4'ün üstə 7 gələndə 11 eləyir. 1'in də üstünə 10 gələndə 11 eləyir. Deməli, əgər A4 üstəgəl A7'nin cəmi 12 üstəgəlsin 18, yəni 30'dursa, onda bunların da cəmi nə qədərdir? 30. Aparım indi bunun yerinə nə qoyacağım?
30 koyacağım. Yani 30 vurulsun 5. O ne demektir? 150 demektir. 49. Baxaq indi 50-yə. 50-ci testdə bizə nə deyir? Ədədi silən 7-ci həddi 21-ə bərabərdir. Yəni A 7 bərabərdir 21-ə. İç 7 həddinin cəmi. Yəni S 7 bərabərdir 105-ə. Bu silsilənin birinci həddini və silsilə fərqini tapın deyir. Birinci həddi, yəni A1-i deyir. Demək, mən A1-i tapasıyam. Bir də silsilə fərqini, yəni nəyə tapasıyam? Deyin. Bunu bilirəm, bunu bilirəm. Gəl S7-ni açıq. S7 nəyə bərabərdir? A1 üstə gəl A7 bölünsün 2 vurulsun 7-yə bərabərdir. İndi bildiklərimi 20 qoyuram. Buradan başlayayım. A1 üstə gəl A7 yəni 21 böl 2 vur 7-ni belə yazıram. Bərabər S7 yəni 105-ə. Məxrəcə 1 qoyub çarpaz vurub işləyəcəm. 7 vurulsun A1 üstə gəl 21. O da bərabərdir 210-a. 105-i 2-yə vuranda 110 edir. Onda A1 üstə gəlsin 21 bərabərdir. 110 da 7-yə bölsəm 30. Onda A1 nəyə bərabər? 9-a. Bizə birinci həddi deyir. Tapdıq birinci həddi 9. Biz həm də nəyə tapasıyıq? Silsilə fərqini deyinim. Bir bunu bilirəm, bir də bunu bilirəm. Əgər 2 dənə həddi bilirəmsə, D-ni tapa bilərəm. D nəyə bərabər? Yuxarıda hədləri çıxırdıq. AN çıx AM. Aşağıda indeksləri çıxırdıq. O da bərabərdir. Hansı böyükdür? A7. Yəni yuxarıda yazılmalıdır. A7 çıx A1. Aşağıda yazılmalıdır 7 çıx 1. 7-dən 1 çıxsın 6 edir. A7 neçə veriblər? 21. Çıxılsın A1 9. 21-dən 9 çıxanda 12. 12-ni də 6-ya bölsəm 2. Və salam. İndi bu səhifənin sonuncu misalıdır. 51. A1-i verib nə? Mənfi 5,6. A2-ni verib nə? Mənfi 4,8. 16 ədədi bu silsilədə neçənci həddir? 16 ədədi bu silsilədə neçənci həddir? Yəni AN bərabərdir 16-ya. Prosta həddin neçənci həddir? Yəni həddin nömrəsini istəyir. A5 olsa 5-ci həddi deməkdir. Yəni 5-ci yeri dayanan həddir. Əlimdə onlara uyğun AN açıram. AN bərabərdir A1 üstə gəlsin N çıxılsın 1 vurulsun D. Burada mən N tapasıyamsa, deməli hər şeyi bilməliyim, bir dənə N qalmalıdır. A1-i bilirəm, mənfi 5,6 veribdir. A-ni bilirəm, 16 verir. Bir dənə D-ni tapmaq qalır. D-ni bu yan üzdə yazıram. D bərabərdir. 2 dənə həddi bilirəm də A2, bir də A1-i bilirəm. A2 çıx A1. Aşağıda indekslər çıxıram. 2 çıx 1 eləyir. A2 mənfi 4,8 çıx A1. Mənfi 5,6'dır. Orası sizə diqqət etir. Mənfi 4,8 üstə gəl 5,6 olur. Onda da 16'dan 8 çıxanda 8. Onda 0,8. Müsbət 0,8 yer. Və salam, indi burada ox qoyaq. Burada yerinə qoyuram. A1'in yerinə qoyuram. Mənfi 5,6 üstə gəl. N-1. N tapasıyam. Onsuz da N-1. Vurulsun D. Nə tapdım? Müsbət 0,8. Bərabərdir AN, yəni 16'ya. O da N-1 vurulsun 0,8 bərabərdir. 16 üstə gəl 5,6 21,6. N-1 bərabərdir. 21,6 böl 0,8 elə 216 böl 8 deməkdir. N-1 bərabərdir. 2 dəfə 16, 56'da da 7 dəfə. Onda N də bərabərdir 28'ə.
Hələlik sağ olun. 51 dənə növbəti video davamı gələcək.